Salam, xoş gördük hər birinizi. Bu həftə biz Allah sadiqdir mövzusunu bir yerdə araşdıracağıq. Bilirsiniz, bəzən düşünürsən ki, verilən sözlər, xüsusilə də böyük vədlər axıra qədər tutula bilərmi? Bax, bugün biz məhz bu mövzuya toxunacağıq. Allahın sadiqliyi nə deməkdir? Bunu anlamaq üçün İsrailin böyük rəhbəri Yeşuanın xalqına son müraciətinə baxacağıq. Gəlin başlayaq. Baxın, bugünkü bütün söhbətimizin özəyi məhz bu ayədir. Bu adi bir cümlə deyil. Elə bil ki, bütün bir kitabın, Yeşua kitabının teoloji xülasəsidir. Təsəvvür edin, bir liderin xalqına son sözləri və o deyir ki, Allah verdiyi hər bir sözü tutdu. Heç biri, baxın, heç biri boşa çıxmadı. Hər şey yerinə yetdi. Bu inanılmaz bir bəyanatdır. Yaxşı, bugün nələrə baxacağıq? Sürətli bir şəkildə nəzər salaq. Əvvəlcə görəcəyik ki, vəd necə yerinə yetdi. Sonra qələbənin şərtləri nə idi? Hansı gizli təhlükələr var idi? Allahın sevgisi və qəzəbi mövzusuna toxunacağıq. Və sonda bütün bunlara cavab olaraq Allaha bağlanmaq nə deməkdir? Onu aydınlaşdıracağıq. Gəlin birinci bölməmizə başlayaq. Vəd yerinə yetdi. Bilirsiniz, Yeşua kitabının 21-ci fəsli sadəcə hadisələrin sonu deyil, əslində bütün kitabın əsas fikri, teoloji zirvəsidir. Bax, burada Allahın öz xalqına olan sadiqliyinin əsl təntənəsini görürük. Və burada çox maraqlı bir detal var. Əgər orijinal mətnə baxsaq, görərik ki, cəmi 3 ayənin içində hər şey, bütün mənasını verən bir söz var. Qol və bu söz tam 6 dəfə təkrarlanır. Təsəvvür edirsiniz, bu əlbəttə ki, təsadüf deyil. Bu sanki ilahi bir vurğudur ki, aydın olsun, Allahın vədi yarımçıq yox, tam qüsursuz, heç bir amması olmadan yerinə yetib. Yəni, əsas məsələ nədir? İsrail bu torpaqları öz gücü, öz qəhrəmanlığı ilə almadı. Xeyr, bütün bu uğur yalnız və yalnız Allahın öz sözünə sadiq qalmasının bir nəticəsi idi. Bir hədiyyə idi və bu sözə əsrlər sonraki bir həqiqəti də xatırladır. Elə deyilmi? Xilas bizim yaxşı işlərimizlə qazanılmır. O da Allahın lütfu ilə bir hədiyyədir. Və bu fikir, yəni Allahın sadiqliyi təkcə əhd-i kitablarında qalmır. Baxın, yüzlərlə il sonra Həvari Paul da eyni şey deyir. Deyir ki, biz sadiq olmasaq belə o sadiq qalır. Niyə? Çünki o öz xarakterini, öz təbiətini inkar edə bilməz. Onun sadiqliyi bizdən asılı deyil, dəyişməzdir. Yaxşı, bu qədər aydındır. Allah öz vədini yerinə yetirdi. Bəs indi növbə xalqdadır və Yeşua çox açıq şəkildə deyir ki, keçmişdə qazanılan uğurlar gələcək üçün bir sığorta deyil. Yəni, xeyirduanın davam etməsi üçün şərtlər var. Yeşuanın mesajı əslində belədir. Bəli, Allah sizin üçün vuruşdu. Sizə zəfər gətirdi. Amma arxanlaşmaq olmaz. Gələcək qələbələr onların ordusunun gücündən asılı olmayacaqdır. Hər şey Allaha sadiq qalıb qalmamaqlarından asılı idi. Bir şey unutmamaq lazımdır. Keçmişdəki möcüzələr gələcəkdəki itaətsizliyə heç vaxt bəhanə ola bilməz. Və bu nöqtə bizi birbaşa özümüzə gətirib çıxarır. Bir anlıq dayanıb düşünək. Allah bizə bu qədər möhtəşəm vədlər verib. Bəs niyə? Niyə biz hələ də günaha meyl edirik? Onunla mübarizə aparırıq və bəzən məğlub oluruq. Yeşuanı ən çox narahat edən şey əslində döyüşdə uduzmaq deyil idi. Əsl təhlükə daha dərinlərdə, daha gizli idi. Bu assimilyasiya təhlükəsi idi. Yəni yavaş-yavaş fərqinə varmadan ətrafdakı xalqların adət-ənənələrini, inanclarını mənimsəyib öz ruhani kimliyini itirmək və bu təhlükəyə qarşı Yeşua sanki 4 qatlı bir müdafiə xətti çəkir. Baxın, bu addımlar necə mərhələli şəkildə dərinləşir. Hər şey yad xalqlarla ünsiyyətdən başlayır. Sonra onların ilahlarının adını çəkməyə keçir. Ardınca onlara xidmət etməyə gəlir. Və sonuncu ən təhlükəli addım isə onlara səcdə etmək, yəni tamamilə təslim olmaqdır. Görsünüz, hər bir mərhələ bir sonrakına aparan pillə kimidir. Burada çox vacib bir məqamı anlamaq lazımdır. Yeşuanın dərdi irqi təmizlik deyildi. Qətiyyən, məsələ tamamilə teoloji idi, yəni inanc məsələsi idi. O etnik ayrı seçkilikdən danışmırdı.
başqa xalqlarla qurulan ailələrin əsas təhlükəsi onların inanclarını, onların dəyərlərini mənimsəmək idi. Sonralar Süleyman Padşahın hekayəsi bunun nə qədər acı bir ruhani çöküşə gətirib çıxardığını bizə çox aydın göstərəcək. İndi isə gəlin bəlkə də ən çətin mövzulardan birinə toxunaq. Allahın sevgisi və qəzəbi. Bu necə ola bilər? Sevgi dolu bir Allah necə qəzəblənə bilər? Baxın, buradakı məntiqə görə bu ikisi bir-birinin əksi deyil. Əslində bir-birini tamamlayır. Allahın qəzəbi onun şərə, pisliyə və ədalətsizliyə qarşı olan müqəddəs mövqeyidir. Bu onun ədalətinin bir parçasıdır. Gəlin bir müqayisə aparaq. Allahın qəzəbi bizimki kimi emosional, ani bir partlayış deyil. Bu intiqam hissi deyil. Bu onun müqəddəs xarakterinin, günahın dağıdıcı təbiətinə qarşı prinsipial, ardıcıl və ədalətli reaksiyasıdır. O həm səbirli və bağışlayandır, həm də şərə qarşı ədalətlidir. Bu iki xüsusiyyət onun xarakterində də bütündür və ən təəccüblü məqamlardan biri də budur. Allahın ədaləti qərəzsizdir. Yeşua xəbərdarlıq edir ki, Kənanlıların məhvi üçün istifadə olunan sözlər əgər İsraildə eyni yolla getsə, onların özlərinə də aiddir. Yəni onları da eyni aqibət gözləyir. Bu nə deməkdir? Deməli, Allah bütün yer üzünün hakimidir və onun qaydaları hamı üçün keçərlidir. Heç kim, heç bir xalq qaydaları pozmağın nəticələrindən azad deyil. Yaxşı, bütün bu təhlükələri, bütün bu xəbərdarlıqları gördük. Bəs çıxış yolu nədir? Yeşua sadəcə qadağalarla kifayətlənmir. O həll yolunu da göstərir. Bu yol qorxu içində yaşamaq yox, müsbət bir addım atmaqdır. Allaha şuurlu şəkildə bağlanmaq. Bəs bu bağlanmaq nə deməkdir? Bu sadəcə bir qaydaya riayət etmək deyil, qat-qat dərindir. Orijinal mətndə istifadə olunan bu söz eyni zamanda ər-arvadın bir-birinə bağlandığı nikah əhdinə ya da Rutun qaynanasına Naomiyə olan dərin sədaqətində istifadə olunur. Yəni, bu soyuq bir məcburiyyət deyil, səmimi, isti, sadiq və şəxsi bir bağlılıqdır. Bu, ürəyin və iradənin birliyidir və bu dərin bağlılığın təməlində nə dayanır? Sevgi. Fikir verin, Yeşua demir ki, qaydalara əməl edin və ya Allahdan qorxun. O deyir ki, Allahınızı sevmək üçün özünüzə çox diqqət edin. Bu o deməkdir ki, sevgi şuurlu bir qərardır, davamlı bir öhdəlikdir və əsl itayət də məhz bu cür sevgidən yaranır. Və beləcə minilliklər öncə Yeşuanın öz xalqına dediyi bu sözlər bugün gəlib bizə çatır. Gündəlik həyatın qayğıları, şübhələrimiz, ürəyimizi çəkən başqa şeylər. Bütün bunların arasında sizi Allaha tamamilə, səmimi qəlbdən bağlanmaqdan saxlayan nədir? Düşünürəm ki, bu hər birimizin özünə verməli olduğu çox vacib bir sualdır.